Bu insan səhvi yoxdur da, vallahi yoxdur uşaqlar. Pavarotniki yandırıb dönmə işarəsini verib, dönür, sürət həddi ilə gəlir, keçir. Gedir, saxlaya bilmir, dəyir divarı. İndi Allah rəhmət eləsin. Adama təsir edir, itirdiyin fərqindədir adam. Mənim də bacım rəhmətə gedəndə atama dirəşirdim ki, ata şikayətçi ol tutulsun, şikayətçi ol tutulsun. Atam dedi ki, olmaz. Şikayət eləmək olmaz. Onun da bir ailəsi var, bir ailə başçısıdır, uşaqları var. Şikayət eləmədi, üstündən 6-7 il keçib, indi deyirəm, yaxşı ki, atama qulaq astım, şikayət eləmədik. Yəni, kimisə tutturmaq, 10-0 öndə olmaq deyil də. Tayda bəddualar qazanmaqdır, tayda uşaqların naləsi, göz yaşları, tayda arzu sizin ailəyə dua eləyər, yardımcı olar, nə bilim, uşaqlarının savabı var. Arzum da evli adamdır, ailəsində problem olmaz. Mən inşallah istəyərəm ki, barışıq olsun, mehribancılıq olsun, heç kim həbs olunmasın. Amin inşallah. Yəni, gecə də dua edirəm, günüz də. Yəni, mənim də o canlı yayında deməsəm belə, mən dua edirəm ki, yəni, mən içəridə olanda belə arzum əlindən gələni edib də mən. Əgər bu söhbətdə arzu səhv olsaydı, deyərdim ki, arzu səhvdir. Amma arzu səhv deyil axı burada. Mənim bacım da avto qəzada rəhmətə gedib. Bacım rəhmətə getdiyi gün mən getdim ki, həmin adam tutulsun. Dirəşdim ki, tutulsun, atam qoymadı. İndi 6-7 il keçib deyirəm, yaxşı ki, atam qoymadı. Bacımdaydı da səhv, məsəl üçün. Protifinə çıxmışdı, üzbəüz gələn maşında vurdu, rəhmətə getdi bacım. Yəni, bilsən necə, hər şey sonradan insana çatır ki, gərək bunu eləməzdim. Ona görə buradan da onların ailəsinə səslənirəm ki, dərdimizdir. Yəni, biz də cavan bacımızı itirmişik. Amma gəlin, bir ana 2-3 övladını itirməsin heç olmasa. Şans verin, barışın, mehriban olun. Yəni, arzum tutulanda ölən dala qayıtmır. Valla qayıtmır. Allah hamımıza səbir versin, Allah hamımıza mehribancılıq qismət eləsin. Amma mən istəyərəm ki, arzum bugünkü gün o həmin ailə ilə barışsın, heç bir şikayət olmasın, mehribancılıq olsun. Allah haqqı düşmənçilik bir yerə qədərdir.